Burada vəziyyət çox bərbaddır. Əvvəllər oyunlar təşkil olunurdu, oynayırdıq. Stadionun divarları belə baxımsızlıqdan. Araz Naxçıvan əgər Naxçıvanda öz doğma evində çıxış eləsə, Naxçıvanda futbola maraq çox azdır. indi elə bir vəziyyət yaranıb ki, o vaxt oyunlara baxırdınız, necə idi oyunlar? Narman oyuncudur. Medina qəşəngdir, Medina. Gördüyünüz bu yer Naxçıvanı Premyer Liqada təmsil edən Araz Naxçıvan futbol komandasının bir zamanlar oyunlarını həyata keçirdiyi Naxçıvan Muxtar Respublikasının stadionudur. Baxımsızlıqdan, nəzarətsizlikdən stadionun ot örtüyü tamamilə yararsız vəziyyətə düşüb. Vaxtikən Naxçıvan sakinləri bu oturacaqlarda əyləşib öz doğma komandalarına, Araz Naxçıvana azarkeşlik edirdilər. Lakin indi elə bir vəziyyət yaranıb ki, burada ümumiyyətlə azarkeşlik etmək bir yana heç bu oturacaqlarda oturmaq belə mümkün deyil, çünki tamamilə yararsız bir vəziyyətə düşüb. Vaxtikən burada ehtiyatda olan oyunçular oturardı, səbirsizliklə oyuna girəcəyi vaxtları gözləyərdilər və baş məşqçinin məsləhətlərinə qulaq asardılar. Amma təəssüflər olsun ki, indi bu yerdə bir neçə sayda biz kisələri görürük. Bu kisələrin içində qurumuş otlar var. Yəqin ki, bu kisələr də səbirsizliklə gözləyirlər ki, nə vaxt gəlib onları buradan aparacaqlar. Əslində Araz Naxçıvan futbol komandası Premyer Liqaya yüksələndən sonra belə xəbərlər yayılmışdı ki, Araz Naxçıvan qısa müddət ərzində öz oyunlarını doğma məkanda Naxçıvan Muxtar Respublika stadionunda həyata keçirəcək. Son dövrlər artıq Gənclər İdman Nazirliyi naziri müavinin də açıqlama verdi. 20 minlik yeni bir stadionun tikintisi, əlavə yardımçı meydançaların tikintisi ilə bağlı artıq bu ilin sonuna qədər layihə smeta işləri qurtarmalıdır ki, 2024-cü ildən inşasına başlanılsın. Lakin bu xəbərlərin üzərindən xeyli müddət keçib, təəssüflər olsun ki, burada vəziyyət çox bərbaddır. Ot örtüyü, oturacaqlar, ümumilikdə bütün infrastruktur yararsız vəziyyətdədir. Hətta qeyd olunmuşdu ki, sadəcə olaraq var-avar otaqları qalıb, yəni istifadəyə verilməsi, hazırlanması, digər hər bir şey hazırdır. Lakin biz bura nəzər yetirdiyimiz zaman görürük ki, hələ burada görüləsi xeyli işlər var. Stadionun çevrəsini gəzərkən gördük ki, stadionun divarları belə baxımsızlıqdan ovulub, tökülüb və belə bir acınacaqlı vəziyyət yaranıb. Stadionun tam yaxınlığında həvəskar futbolçular gəliblər oynamağa. İndi onların fikirləri də maraqlıdır ki, Araz Naxçıvan Premyer Liqada təmsil olunur. İstəyirdinizmi gəlsin, burada oyunlarını keçirsin? Gözləyirik də inşallah Allahın izni ilə gələcəklər bura. Əvvəllər oyunlar təşkil olunurdu, oynayırdıq. Mən şəxsən Batabatda oynayırdım. Araz Naxçıvan getdi Bakıya, yəni inkişaf dayandı da futbola Naxçıvanda. Azarkeşlik buradan hansı səviyyədədir? Burada yaxşıdır yəni. İstəyir. Araz Naxçıvan əgər Naxçıvana gəlsə, o stadionu doldura bilər azarkeşdə. Bəli, 100%. Hətta həvəskar futbolçuların oynadığı yerdə belə soyunub geyinmə otaqları, duş kabinlərinə biz rast gəlmirik. Yəni Naxçıvanda təəssüf ki, belə bir vəziyyət var. Nə professional futbol üçün stadionda vəziyyət qaydasındadır, nə də ki, belə həvəskar futbolçuların gəlib oynadıkları yerdə uyğun şərait yoxdur. O vaxt oyunlara baxırdınız, necə idi oyunlar? O vaxt zaman olanda Əhməd Alaskerov vardı məşqçisi. O vaxt yaxşı idi, maraq var idi, yaxşı oyun gedirdi, maraq da var idi, gəlib baxırdı. Pavlyonka deyildilər, gözəl hündürboy oyuncusuydu. Belə içəri girən kimi hamı Pavlyonka deyirdi, gedirdi. Bir də Əhməd Alaskerovdu, məşqçisi idi. O vaxt məncə o rəhmətə gedib indi. Mən olmasın, başqa futbolcular keçsə olsun, hamısı belə şey istəyir ki, gəlsin öz ev stadionunda çıxış eləsin Araz Naxçıvan. Ki, digər Avropa oyunlarını da burada oynaya bilər, başqa komandalar da bura gələ bilər. Yenə də belə mövqeyi artar da. Araz Naxçıvan əgər Naxçıvanda öz doğma evində çıxış eləsə, stadionu doldurarsınız. Doldurarıq, polnu doldurarıq. Bir Naxçıvanlı olaraq polnu doldurarıq. O törtüyü də kimi pis vəziyyətdədir. Bəzi oturacaqlar yerində deyil. Scoreboard məsələn pis vəziyyətdədir. Ümumiyyətlə texnika baxımından, oyun baxımından hər şey təmir olunub. Bakıda diqqət yetiririk, Araz Naxçıvan oyunlarını keçirir, amma stadion boş qalır. Uzaq məsafədə keçirilir, mərkəzdə də keçirilmir. Əgər komanda Naxçıvana gəlsə, bunun müsbət təsirlərini hiss eləyə bilər? Bəli, hiss eləyər. Çünki yəni Naxçıvanda futbol azarkeşləri çoxdur. Sadəcə stadion yoxdur ki, gedib baxsınlar, eləsinlər, azarkeşlik eləsinlər. 100% yəni dolduracaqlar stadionu. Pis vəziyyətdədir, düzəlsə yaxşı olar. Beynəlxalq
standartlara uyğun eləsələr stadionu daha yaxşı olar. Mən inanıram ki, həqiqətən də Naxçıvanda olsa Bakıda olduğundan çox sayda insan gedib izləyər. Amma hal-hazırda təbii ki, stadion yaxşı olmadığı üçün oyunlar keçirilmir. Məhəllələrdə uşaqların futbol oynaya biləcəyi məkanlar necə? Futbol oynaya biləcəyi məkanlar demək olar ki, yoxdur. Küçələrdə falan oynayırlar. Yəni məcbur orada oynayırlar yer olmadığı üçün. Meydançalar da az saydadır, çox az saydadır. Ya da xüsusi məbləğ qoyulub, o məbləği də hər kəs ödəyə bilmədiyi üçün məcbur, yəni gedə bilmirlər. Ciddi dəyişiklik eləməlidirlər də. Yəni təkcə Araz Naxçıvanın oyununa görə yox, özümüz də tələbə yoldaşlarımız arasında oynayıb eləyəndə istəyirik ki, təmiz stadion olsun, yüksək səviyyədə təmirli. Bizə də rahat olar da. Biz rayon yerində yaşayırıq, buralı deyilik, masaldanıq. Bizdə adi mini stadionlarda belə daha rahatdır uşaqlar üçün. Soyunub geyinmə otaqları, duşu falan hər şey 4 yerindədir də. Amma burada elə bir stadionlara rast gələ bilmirik. Mini stadionlarda belə soyunub geyinmə otaqları yoxdur. Qazanxanada uşaqlar eləyirlər o şeyləri. Naxçıvanda futbola maraq çox azdır. Səhvlərdə isə hansı stadiona getsən, baxırsan ki, həmişə oyun var. Gərək 2-3 gün qabaqdan oynamaq istəyəndə vaxt alasan ki, düşəsən. Naxçıvan İdarə Heyəti əgər maraq qatsa, daha üstün bir şeylər əldə edə bilərlər. Bir tərəfdə həm dövlət şəraiti yaradır, icra hakimi şəraiti yaradır belə şeylərə, icazə baxımından, həm də ki, biznesdə o da bir biznesdir, həm pul qazanır, həm də əhali üçün, uşaqlar üçün, cavanlar üçün bir maraq yaradır. Qıraqlarına set qalırsınlar ki, top getməsin aşağı. Azərkeşlərin oturacaqları qırıqdır, oranı düzəltməlidirlər. Bizim məhəllədə də çox oynayırdıq yayda, indi soyuqda oynamırıq. İşıq turbalarından yerə daş qoyuruq, elə qururuq. Divardan yerə daş qoyuruq, elə qururuq. İstəyirəm ki, Araz Naxçıvan burada olsun, gedək izləyək. Məsələn, qol vuranda biz də mən də sevinim. Narman oyunçudur. Medina qəşəngdir, Medina. Qapının ağzı heç vuramadı. Məncə Qurbanov düz elədi, oyuna saldı. Məncə yox. Narmanın özü də girmək istəmirdi. Ajax 2-0 udurduq, girdi 4-2 çevirdilər. Oynayamır, çox zəifdir. Stadiona düzələnlər Araz Naxçıvana gəlsin. Düşünə bilərsiniz ki, bu qədər problemin məsələnin içərisində nəyə görə stadion mövzusuna toxunduq? Bu heç də səbəbsiz yerə deyil. Çünki bugünkü gündə futbol sektoru bütün dünyada şəhər iqtisadiyyatının canlanmasında və ümumilikdə onun sosial həyatının canlanmasında mühüm yer tutan əsas məsələlərdən biri sayılır. Əgər Araz Naxçıvan oyunlarını burada keçirsə, böyük azarkeş dəstəyi toplaya bilər ki, biz bunu şəhər sorğusunda da gördük və bununla yanaşı bu həm də turizm potensialını artırmaq deməkdir. Yəni rəqib komandaların azarkeşləri də Naxçıvana gələcəyi və burada ümumiyyətlə bir iqtisadi canlılıq müşahidə olunacaq. Bax, əslində Naxçıvanda bu cür mini futbol meydançaları var, yox deyil. Sadəcə olaraq bunların bir çoxu ya məktəblərə məxsusdur, ya da ki, ödənişli əsasda xidmət göstərir. Yəni məhəllələrdə, küçələrdə hər kəsin rahat formada girib oynaya biləcəyi futbol meydançaları Azərbaycanın bir çox yerində olduğu kimi Naxçıvanda da yoxdur. Bu isə nəyə görə lazımdır? Məsələnin əsas tərəfinə gəlin toxunaq. Bu birincisi sağlamlıq deməkdir. Yəni burada futbol oynayan uşaqlar sağlamlıqları bir növ yaxşılaşmış olur. Və bu da öz yerində bugünkü gündə dünyada məşhur futbolçuların bir çoxu hardan çıxıb? Hansısa məhəllədən, hansısa kasıb bir yerdən, küçədən və ona görə biz bu cür məhəllələrdə, küçələrdə futbol meydançalarını artırmalıyıq ki, bilmək olmaz, bəlkə də Azərbaycanın gələcək futbol ulduzu Naxçıvanın hansısa məhəlləsindən, küçəsindən çıxa bilər.